Onlar ki, əyri yollarlara, onlar ucradır Allah'tan qorxmurlar. Onlar da Allah'ı tanıyırlar və qorxurlar. Baxmayaraq ki, zamanı güllavaran edirlər, onlar da qorxurlar Allah'tan. Sadəcə başqa cəhətdən o qorxunun üstünü örtür. Başqa cəhətdən o qorxunun üstünü. Qəddafiyə deyirlər, çişkiyə cəhənnəm olur. Ged dədöyün yanına, Misirin nəydi orada, Üzünün mübarəcin yanına, ged onun yanına. Deyir, mən getmərəm. Çıxışdan deyir, mən prezident deyirəm ki, istefa verəm. Mən inqilab rəhbəriyim. Məndə kül başı, belə sən eşək başsan, cəmaat sənə demir ki, məsələn, sən prezidentliyindən çıx. Cəmaat deyir, burada qalma. Burada qalma. Çıx ki, deyir, mən prezident deyirəm ki, gedəm. Mən inqilab rəhbəriyim. O qədər inqilab rəhbərlərinin boğazına ip atdılar, qoşdular 75 traktora, sürdülər, apardılar, atdılar, köhnə o ambariyat dikəndə onun özülünə. Halbuki cəmaat onun qadağında duranda nə edirdi? Azlarını görə salavatlı çəksin. Mənim yadıma gəlir, uşaq idim, arada dərsə gedəndə heç sənədə reyli söyürdü də bizdə o vaxt. Onun reyli modda idi. Yadımdadır, yaşlı bir tane qadın dedi ki, sən təzə-təzə də başlayırmışdı Qur'an oxumağa, sən özün adı molla qoyursan da, onda asanlıydı, adamı tez molla deyirdi. Adamın dərisi çıxır molla deyən yoxdur. Vallahi onda iki tane həmcət həmməz oxumuşdum, bizə molla deyirlər. İndi elə 40 ildir oxuyuruq hələ də molla deyən yoxdur. Adı molla qoyursan, onu niyə söyürsən? Nə olar olmaz dedi, yox, dini rəhbər bu, rəhbəri söymək olmaz. Rəhbəri söymək, indi yaşları var da işimiz yoxdur. Amma o cəmaat ki, onun qabağında dayanırdı, az qaldı səcdə edirdi, həmin cəmaat elə nə elədi? Atlı durası boyuna çəkdi sardı şarkıltı ilə. Elə 2 gün içərisində Leylinin şəklini görmədiniz 92-ci ildə, 90-cı ildə filanlar rəsm məkanda. Nə oldu? Elə Hüseyinlə üzü yaşağa gedəndə sağsı olansı Leylinin şəkliydi. Qailanda gördün yoxdur. Da bu nə oldu? Heç nə. Cəmaat sildi, atdı. Cəmaat qəlbindən Allahı çıxardı, ata bilir. Onda qalmışdı Leylini saxlaya qəlbində. Elə deyil, atır da bu cəmaat. Onda qalmışdı deyil. İndi sən inqilab rəhbəri ol, ya prezident ol, ya baş nazir ol, ya məsələn, nə olursan olsun, özü nə et, dəbi otaran ol, nə olursan olsun, cəmaat səni istəmir. Çıx getdə, niyə qırdırırsan cəmaatı? Amma Allahdan qorxmaq, o da var Allahdan qorxmaq. Amma sadəcə onun, məsələn, deyək, dünya pərəstliyi, rəyasət pərəstliyi, nə bilim, nəyi, o məsələlərin qarşısını alır. Sədd olur, pərdə olur bu məsələləri. Neydir məsələn, o birisi infaq vurub yıxılıb ora, bu birisi qalıb çöllərdə. Əli Salih'di, nəydi? Yəməninki idi deyəsən, Tunisinki. Dostlar dedi mənə, bir şkaf düzəldi, yer düzəldi. Açıq orada 50 millik şeylər, evrolar, nəmlə. Bir samalsıvat pıldır, kağız pıldır. Haradasa 2 qazenda qızıl, çıxardırlar oradan. Və küsən başı var, sən qalıydın elə 50 ildə bundan sonra işləyir. Neyləyəcəkdin bunu? Bir dənə mömin gəldi Harun Rəşidin yanına. Allah lənət eləsin Harun Rəşidin. Gəldi Harun Rəşidin yanına. Dedi, sən belə, dedim, məndən birincisi yoxdur ki. Dedi, niyə? Neçə səbəb, bir vəzifən var, bir də pul var. Dedi, gəl sən bu vəzifə ilə, bu pulla. Gəldin, su tapılmadı, yanırsan susundan. Dedilər, sənə vəzifə ver mənə, xəzinən də yarısını ver, sənə bir istəsən su verəcək. Verəcəm, verməyəcəm, əlbəttə verəcəm, bölməyəcəm ki. Dedi, içdim bir stəkan suyu. İndi bir miqdarı getdi, belə bir miqdarı ifraz lazımdır. Eləyə bilmirsən, ölürsən. Biri gəldi, dedi, xəzinənin yarısını ver mənə, bir dənə dərman verəcəm sənə, o məsələdə də qutarıqsın, verəcəm, verməyəcəm. Dedi, verəcəm. Dedi, külbaşla da ona görə bu dünyanı niyə zəll eləyibsən? Bir xəzinə ki, bir vəzifə ki, sənə bir istəkan suyu içirdib, bayra çıxartmağa güclə çatırsa, niyə bu milləti? Lapsa 80 ildə bundan sonra qalıydın, Harun Rəşidin oğlu var idi, nə elədi Harun Rəşid getmədi. Getdi bir vilayətdə, uzaq bir yerdə, fəhləsini gelirdi. Bir əvvəl yazı deyir, mən o uşağı, o zamanı çox pis belə qeyri-adi bir vəziyyətdə gördüm. Mən gəldim ona dedim ki, mənə fəhlə bazarında durmuşdu. Mənə işçi lazımdır.
Bu işçi işlərsən dedi, hə, neçəyə? Dedi ki, 5 manata. Deyir, gördüm ki, bazarda 10 manata işləyirlər. Sən niyə 5 manata? 10 manatda 10 manat verir, dedi, 10 manat lazım verir və mənə 5 manat verirsin. Artıq, olar biraz nəyəsə. Nəsə, gəldi deyir, işlədi, pulum verdin, bir sabah da gələrsən, dedi, yox, lazım, gələm mərəmdə sabah. Bir həftədən sonra getdim, gördüm yeni oradadır. Yenə bu vəziyyətdə. 3-4 dəfə bunu bu vəziyyətdə gördüm orada. Demə, bu adam bir gün işləyirmiş, bir həftə yemək içməyinə bəs eləyirmiş. Harun Rəşidin oğlu da bəs eləyirmiş. Deyir, bir gün gəldi, deyir, gördüm bu yoxdur. Soruşdum, dostları dedi, filan yerdə bu fəqirlərlə bir məhəllədə, elə də qalır deyəndə ki, elə üstü açıqda bir divar var, kürəyin qalır, orada. Gəldim, gördüm, orada can verir. Dəqiq yadımda deyir, xurcunun verdi, baltasını verdi, nəmləyin verdi, qəşədə bir dənə söz deyir. Bu sözdə tam şəkildə yadımda deyir. Amma mənasıdır ki, bu xurcunu verərsən Harun Rəşidə, deyərsən Allahın fəqir, məzlum, dünyada heç bir şey olmayan bəndəsindən padişah olan Harun Rəşidə. Ki, başa düşsün ki, bu mənim oğlumdur. Demək də istəyirdi ki, ay məlun, nə olasan ol yoludur. Nə oldu? Harun Rəşid öldü. İndi mən Harun Rəşidin adını çəkdim, hamımız lənət oxuruz, elə deyir. Amma o uşağın adı kim çəkir, kim yadına düşür, o rəhmət oxuyur. Laf bu 80 ildə qalıydı, 2 metrədə bu pulu artırıydı bu yəni. Nə olacaqdı? Nə iş görəcəkdi, hara gedəcəkdi? Pəs indi bunda Allah qorxusu vardı, yoxdur, nə dərəcədədir, ən azı tanıyırdı Allah'ı. Amma bu, məsələn, 2 kilo kağız, bunu bu boyda şərəfdən salı başlar. Bu boyda izzətdən salı başlar. Niyə? Çünki o şərəfin, o izzətin, o məqamın qədrini bilmir adam. Adam namaz qılanda Allahla danışır, elə deyir. Onu deyir də rivayət, hədis, ayət. Adam namaz qılanda Allahla danışır. İndi adam namaz qıla Allahla danışdı, qutaran kimi başladı bu yanında birindən qeybət eləməyə. Məsələn, təsəvvür, nə dərəcədə bunlar bir-birinə yaxınlaşa bilir, uzlaşa bilir. Nə dərəcədə bu düzgün əməl hesab olunur. O ağız ki, səhərdən oradan xitabı Allaha olunurdu. İndi olur, məsələn, fərz edir laf şeytana. İnsan bunu dərk eləmir, məqamı. Və o ki, keçən dəfələrdə də ərz elədik, Əyyəm əleyhissalam deyir ki, biz o günahın çirkinliyi başa düşürük, nə edirik? Əmələ gətirə bilmirik. Çirkinliyi. Bəs indi bu ibadətlər ki, biz eləmişik, eləyirik, inşallah eləyəcək, burada tək elə bizim hər iki tərəfli xeyrimiz olsun, o lazım deyil. Onsuz elə məsələlərdə dediyimiz kimi əleyhissalam buyurdu ki, Allah mənim fəxarətimə, sənin mənə Allah olmağım kifayət edir və mənim izzətimə də mənim sənə bəndə olmağım kifayət edir. Elə bu kifayət edir. Ehtiyac yoxdur da adam deyir ki, pendiri mən yemirəm səhər-səhər, həm şəriət məkruh edir, həm də zehnim üçün iki tərəfli mənə xeyri var. Elə hər bir ibadət itaətdə iki tərəfli xeyir var. O dərəcədə ki, Allah sənə Rəbbidir, o sənin üçün fəxridir. Bu tərəfdən də Allah sən Allaha bəndisən, bu da sənin üçün izzətdir. Bir hədisimizlə qalsın yalan dəfiyə inşallah. Allah Muhammed xatırına bizi izzətli bəndələrdən qərar versin. Allah elədiyimiz əməlləri qəbul eləsin inşallah. Günahlarımıza qələmə əfv çəksin. Muhammed xatırına dinimizdə sabit qədəm eləsin. Qiymətimizi dinimizdə qərar verməsin. Dinin düşmənləri məhvun abud eləsin. Muhammed xatırına zalimləri məhvun abud eləsin. Muhammed və bir ehtiram zəhra özündən möminlərdən başqa bizi yetişimi möhtac eləməsin. Allahdan bolluca ruzu əta eləsin. Mələkətli ömür əta eləsin. Masum ölyanların dualarını qəbul eləsin. Xəstələrə şəfaya acil inayət eləsin. Tamam möminlər ki, çətinlikdədir, xüsusən bu cəmdə əyləşənlər, niyyətlərində olan tezlikdən Allah Teala onlara necat versin. Allah Teala'nın an veririk öz Allahlığına, izzət-i cəlalına, ağamız İmam Zamanın elədiyi duaların hamısı bizim barəmizdə qəbul eləsin. Zuhurunda təcil eləsin. Həqiqi dostlarımdan, köməkçilərimdən və rikabında şəhid olanlardan qərar versin. Salavat zikr edir.